Ağstafada ailəvi restoranların birində qidadan müxtəlif saatlarda kütləvi zəhərlənmə halı qeydə alınıb. 10 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onlardan ikisi kişi, 8-i qadındır. Zəhərlənən şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb olunub. Restoranda satış həyata keçirilən qidalardan nümunələr götürülərək laboratoriyaya aparılıb. Faktla bağlı araşdırma aparılır. 13 mart 2025-ci il tarixdə saat 17:15 radələrindən 21:40 radələrinə qədər Ağstafa rayon mərkəzi xəstəxanasının təcili və tibbi yardım şöbəsinə 10 nəfər, 2 kişi, 8-i qadın olmaqla qida zəhərlənməsi şübhəsi ilə qospitalizasiya olunublar. Xəstələrə zəruri tibbi yardım göstərilib. 3 nəfər ambulator müalicə üçün evə göndərilib, 7 nəfərin müalicəsi davam etdirilir, xəstələrin vəziyyəti qənaətbəxş hesab olunur. Kamran Əskiparalı, Cabir Məmməd, Səs TV, Ağstafa.